yolu icmasının sədri Malakiyev Şahbazar qəbrindən təşəkkür edirəm. Bugün zəfər yolumuz Şuşa şəhərində oldu, Xan kəndində oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Mən çox sevinirəm ki, Azərbaycan ordusu, dövlətimizin başçısı İlham Əliyev olmaqla, o cümlədən hərbi komandamız olmaqla, bütün heyətlər öz təşəkkürünü, öz minnətdarlığını bildirir. Bugün biz Şuşa şəhərindəyik, Cıdır düzündəyik, Qərbi Azərbaycan icmasının yerlər yolunda, başda Şahbaz Balakişev olmaqla, Cıdır düzündə biz gəlmişik zəfər yürüyüşünə. Allah mübarək eləsin, zəfərimiz daimi olsun, mübarək olsun. Mustafayev Naib Şüküroğlu, Qərbi Azərbaycanın Ulu Ağbabanın tanınmış sənətkarlarından biridir. Məşhur zurna ifaçısıdır. Necə deyərlər, el dili ilə desək, ağır məclislər yola salıbdır. Adı, sanı, ünvanı bəlli bir sənətkarımızdır. Özü Qərbi Azərbaycanın Amasya rayonunun Quzukən kəndində doğulub. Uşaqlıq illəri orada keçib. İndi bugün Ellər Oğulların Zəfər yolu səyahəti turundan əlaqəli Qarabağ torpağına səyahət eləyir. İşğal olunmuş ərazilərimiz indi azad olunub. Onun təsviratlarını bilmək istəyirik. Naib müəllim, hansı hissləri keçirirsiniz? Kəndinizlə bağlı, Qarabağla bağlı hansı duyğuları yaşayırsınız? Nə deyə bilərsiniz? İnşallah bugün bizim maşallah görüyoruz. Xan kəndinə Şuşaya gün o gün olsun, bu hissləri bizim Ağbaba deyil. Amin Allah. Bizim cənab prezidentimiz inşallah bizə bu günlərdə yaşadacaq. Amin Allah. Biz inanırıq. Buraya da beləncə bir kollektivlə gözəl bir çəkiləcək. İnşallah. Zəfər yolunun deyirsiniz davamı olsun. Yəni Qarabağda bitməsin. Ulu Göyçəmizə, Ulu Ağbabamıza qədər uzansın inşallah. Amin inşallah. Allah dövlətimizə zaval verməsin. Sağ ol. Sağ ol. Elvan oğlu zamanı Zəfər yolu səyahətini davam elətdirir. İndi Əşkəran qalasını ziyarət edirlər. Gelin gəlin. İndi bələdçimiz sağ olsun Hüseyin bəy. O tarixi məlumatları cəmaatımıza çatdırır. Həm çox sevindirici, qürurlu yaşayırıq ki, işğal olmuş torpaqlarımız azad edilir. Bütün cəmaat gəlib azad başı dik fəxrlə gəzir. Həm də burada olan həlak olanları, şəhidlərimizi xatırlayıb böyük kədər hissi keçirik. Gün o gün olsun ki, bu Qərbi Azərbaycandan gələnlər düz doğma ata yurdlarına da bax bu şəkildə deyə gülə, sevinclə, başı dik, qürurla qayıda bilsinlər. Gezmək məni yormur. Allah sizdən hamısının canını sağ eləsin. Mən də sizlə bir yerdə həmişə gəzməyi xoşlayıram, sevmişəm. Çox sağ olun. Allah sizdən razı olsun. Sağ ol, sağ ol. Çok sağ ol. Allah köməyin olsun. Hər birinizi salamlayıram. Bugün bir Qərbi Azərbaycanlı olaraq işğaldan azad edilmiş torpaqlarımıza səyahət etmək, istirahət etmək üçün getmək həqiqətən xoşdur və qürur hissidir. Bundan əvvəl mən Nizami rayon nümayəndəliyində olan Qərbi Azərbaycan icmasının tədbirlərində iştirak eləmişəm. Gənclərin Qərbi Azərbaycan qayıdışdakı rolu barədə çıxış etmişəm. Hər birinizə xoş istirahətlər arzu edirəm. Təşəkkürlər. Sağ ol. Zəfər yolunun davamı olaraq doğulluğumuz, uşaqlıq illərimizin keçdiyi, böyüyüb başa çatdığımız Ağbaba mahalına, doğma Ellər kəndimizə səyahət edək, Ellər kəndimizə gedək. İllərin bu ayrılığına, Ağbaba həsrətinə son qoyaq. Çünki bu ayrılıq necə çətin, bu ürəklər necə dözə, həsrət qaldıq Ağbabaya, Ağbaba da həsrət bizə. İnanıram, gedəcəyəm, bax sizinlə bir gün mən də Zəfər yolu haq yoludur. Qarabağdan Ellər kəndə
Qarabağ Azərbaycandır. Ağbaba Azərbaycandır. Sağ ol. Sağ olun. Çok sağ ol. Allah hamınızdan razı olsun. Minnettarım. Vallahi ben sizin kendi o kadar kaynayıp karışmışam ki ben görünə vaxtdan 1984-cü ildən bəri hələ 2-3 dəfə gəlib getmişəm ora. Yəni orada bacı uşaqlar da olanda gəlib getmişəm. Demək olar ki, əksəriyyətini tanıyıram. İndi müəyyənlər də var, mənim tanımırıq, heç çox tanımır. Allah hamınızın canı sağ eləsin. Ben elə bilirəm bura gələndə elə bilirəm öz kəndimizə gəlir, fərqi yoxdur. Mən də Ermənistan, Göyçə mahalı, Daşkənd, Masar keçər, fərq eləməz. Adətimiz bir, ənənəmiz bir, tanışığımız bir, elimiz bir, obamız bir, Qarabağımız yenə bir. Mən hamınıza minnətdarım, işsiz qarşılığı, müsavatlıların qarşılığı. Allah hamınızdan razı olsun. Bu gözəl turu təşkil etdiyinizə görə hamınıza minnətdaram. Həmişə xoş günlərdə görüşəyim. Allah hamınıza razı olsun. Sağ olun. Sağ ol, sağ ol, var ol, sağ ol. Benim kim Allah canını sağlasın. Güzel gün taşıyadığınıza cuma. Ben Naip de burada da, Naip de işte. Danışabilirim. Ben bu şartçatta da ben bu bütün illəşəndən dost olmuşam. Burada da hiç bir farklı olmamışam. Allah canını sağlasın. Tabii ki bütün güzel Qarabağımıza, Şuşamıza gidiyor. Allah o onlara rahmet edesin. Allah onun qəbrinə döndəsin. O olmasaydı, yəqin ki, biz bugün oraya bilmezdik. Sana Prezidentimize Allah sana sağlığı versin, şəhidlərimizə rəhmət olsun. Gün o gün olsun ki, Allah özün qismət olsun, Ağbabıya belə yol olar. Çox sağ olun Şahbaz müəllim, Allah canını sağlasın. O görüşlər dostluğu sefer eləsin. Çok sağ ol. Kısa müddət ərzində bu tədbiri təşkil edenlerin Allah canını sağ eləsin. Bunu düşünülmüş, fikirləşmiş ve bunu hayata geçirmişler. Size hatırladım ki bir neçə ay bundan önce biz Şamaxının Kız Meydanında qəşəng bir festival keçirdik. Çok möhtəşəm keçdi. Vətənpərvər gənclərimizin, məsələn, Müsəmməddinin, Zakirin, Mehracın, Rakibin ve bizim Rusya'da yaşayan, Sibir'de yaşayan güzel kardeşimiz Ruslan Gülmennedoğlu hatırlatmak istiyorum size. İlk tedbirden bu güne kadar bizim arkamızda, bizim yanımızda olubdu. Hem manevi hem maddi yardım, desteği həmişə olmuştu. Sağ olsun, Allah köməyi olsun. Böyle bir vətənpərvər gənclərimizə eşq olsun. Sağ olsun. Bizi sabahınız xeyir olsun. Uğuruz asıl olsun mənim azlarım. Bugünkü yüzünə gələn mənim sevincim var, tuttu yoxdur. Öz ellərimi görürəm, öz kəslərimi görürəm, bütün elləkətləri görürəm. Bu fürsətdən istifadə edib çox danışmaq istəmirəm. Bəxri yoldaşların hamısı sikirlər. Mən bunu təşkil edən ilk öncə Məsələyimin elləri icmasının səbəbi Şahbaz müəllimizə təşəkkür edirəm. Bu kəndi bir-birinə bağlamaq, bu kəndi bir-birinə qovuşturmaq sizin sayənizlə əsasında olur və sizin köməksənizlə əsasında olur. Söhbətli kimi salamlayıram. Belə bir ələriniz açıq məmnun 15 dəqiqə bundan bir zəng aldım. Siz müəllimdə uğurlar arzulayın hər birimizə və çoxlu salamları var. Təşəkkür edirəm. Sizin hər birinizlə müraciətəm ki, çox həmlərsiniz, bir yerdə olub və bunun kanalını qoyan Şahbaz müəllimdən elə başa düşürəm ki, davamiyyətli olacaqdır. Gün o gün olsun bu zəfər yolunda özü Qarabağ Azərbaycana doğru gedir, yaxın məsafədir. Gün o gün olsun ki, bunu biz elləkətlə, stadionda, qolunun qabağında keçsək. Sizin hər birinizə uğurlar razı olun. Sağ olun, sabahlarınız xeyir olsun, ana bazlar və qız gəlirlərimiz. Təşəkkür edirəm. Sağ ol. Biz getmirik erməninin huzurunu qəbul eləməyə. Biz gedirik erməniyə artıq verməyə. Ki biz gəlmişik, biz gələ bilərik. Biz Ellər kəndə də gələ bilərik. Biz bunu onlara deməliyik.